olmamaq üçün. Hakimiyyətdə olanların yox. Hakimiyyətdə olanların gözü doymur. O gözün torpaq da doydurmur. Deməli, bir şey çatdırım burada. Arif Paşayev hamınız tanıyırsınız. Tərtər rayonu. Mənim Kisivamı, mənim nə deyir, dindarlar nə deyir, dindarlar fətvamı deməli çatdırın Tərtər rayonu məhkəməsinə, hakiminə. Arif Paşayev var. Bizim efirimizə çıxan gözəl oğlan, yaraşıqlı oğlan, haqqı deyən oğlan. Deməli, bildiyiniz kimi Tərtər Su Meliorasiya Sistem İdarə nə bilim nəyinin müdiri Murad Zeynalov məni məhkəməyə vermişdi. Onun korrupsioner olduğunu ifşa etdiyim üçün şəkildə gördüyünüz vəkil İsayeva xanım Yusif qızı Murad Zeynalovun vəkilidir. Həmin bu xanım həyat yoldaşı Xəqani Murad Zeynalovun yanında idarə heyətində vəzifədədir. Bir sözlə, istəyirlər məni susturub idarəni rahat talan eləsinlər. Onu da bildirim ki, xanım və Xəqani Tərtər rayon polis şöbəsinin rəisi Elçin Qasımovun qudasıdır. Hamı bir-birinə qohumdur. 2 aydır davam edən məhkəmə ola bilər sabah yekunlaşsın. 29.04.25 17.00 Bakıda Tərtər məhkəməsi 29.04.2025-ci il, yəni sabahı günü məhkəmədir. Arif Paşayev məhkəməsi saat deyəsən burada yazılıb 17.00. Azərbaycan Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Regional Su Meliorasiya Xidməti, bu 2 nəfər, bax görürsünüz bu 2 nəfər. Biri o arvad bunun vəkilidir, arvadın da əri, onun mavinidir. Baxın ha, arvadın da əri, bu Tərtərin Su Meliorasiya o rəhbərinin mavinidir. Üstəlik bu keçər gədə, Arifi tutturmaq istəyən gədə, polis rəisi Elçinin, Tərtərin polis rəisi Elçin Qasımovun qudasıdır. İndi buradan səslənirəm mən Tərtərdə hər zaman haqlı qərarlar qəbul edən kimi tanınan, haqlı qərarlar çıxardan yeganə hakim kimi tanınan Tahir Qubadova buradan səslənirəm ki, Arif Paşayev haqlıdır, onu mən də bilirəm, onu bütün Azərbaycan bilir. Onun haqqında yaxşı qərar çıxart. İndiyə kimi deyirlər adını, sanını nə qədər olmasa qoruyubsan. Mən hələm düz hakim adı çəkilmir, amma Tərtərdə mən öyrəndim. Bu Tahir Qubadov haqlı qərarlar çıxardan hakimdir. Bu pul qarşılığında ya reisin tapşırığı göstərişi ya neysə qarşılığında Tahir Qubadov pis qərar çıxardarsa, bu İlham Əliyevin də sonlarına yaxın bizim hədəfimizə gələr. Bax, buradan deyirəm, Arif Paşayev həbsə girərsə, onun haqqında düzgün qərar çıxardılmazsa, hər gün burada, hər gün olmazsa, həftədə 3 dəfə qoyacam nə günə. Bəri başdan, hakim, yaxşı hakimdir, indiyə kimi pis sorağını az eşitmişik, yaxşı soraqları çox gəlib. Tahir Qubadovdan xahiş edirik, Allaha ant veririk, sabah düzgün qərar çıxart. Düzgün qərar çıxart ki, bacılarına, analarına, qızlarına, gəlinlərinə dombatma qoymayım bu efirdə. Yəni ki, mən istəyirəm ki, düzgün qərar çıxardın, Arif Paşayev haqlıdır. Sadəcə yeyintilərdən danışıb, haqlı danışıb və danışmağa davam eləyir. İnan Allaha bir cərimə, bir həbs qərarı çıxarsa, inan Allaha aləm deyəcək bir-birinə. Vəbşəm o sastav var, o Tərtərin Su Meliorasiyası, onunla özüm məşğul olacağım. Vəssalam. Nə qaraq, yekunlaşdıraq saat 5 dəqiqədən sonra 00-dır. Allah